yaxşı baxmırıq və hüquqların tapdanlığı və informasiya blokadası olan bir Hətta cəmiyyətdə. orada da mümkündür belə. Yəni hətta burada mümkündür. İndi bu müasir qlobal cəmiyyətdə bunu məgər eləmək mümkündür. Çox yerinə mən minnətdarlığımı bildirirəm ki, elə mövzu ilə əlaqədar hələ deyəsən birinci və ya ikincidir ki, mən sual və fikir eşidirəm. Bəli. Bax bizim sorğumuz da var. Vakillərdən soruşmuşuq. Əziz adamınızı hərbi xidmətə yola salarkən sizi nə düşündürür, nə narahat eləyir? Görək nə söyləyiblər. Mənim hörmətim ola bilər hamısı cavanlara. Gizlənməsinlər, getsinlər. Mən sevinərdim. Hamısı əskər gedəndə cavan uşaqlar. Onlar çox-çox atalarının, analarının qədrini də bilirlər. Qonşularının da qədrini bilirlər. Azərbaycanda demək olar əskərlik əsli kişilik. Ailə qədri bilir. Əskərlikdən sonra gəlsə evlənə bilər. Ailə qədri bilər. Biz baxırıq televiziyada Türkiyədə necə göstərilir də vətənpərvərlikdən. Ondan da biraz bizdə olsa lap yaxşı olar da. Biraz adamda ruh düşüncəsi olar. Gələcəyinə ola bilər düzəlsin hər şey. Görək deyə bəli. 92-ci ildə yola salmışıq. Məsələn, qardaşım oğlu. Yaralanın müharibə bölgəsində gəlib. İkinci bir qardaşım. Demək, 92-ci ildən əsir düşür. Hələ o haqda məlumat yoxdur. Qalan da ki, hələ nəvələr balaca. Nə deyim mən sizə? Olmuyor. Nabarı vətən üçün qoyulsun, slujbasını eləsin. Eləyə də özü üçün slujbasın. Yox, Allah eləməsin. Heç də problem yoxdur. Yap qəşəng sürənlərdə gəldi mənim balaca qardaşım. Burovda adı idi özü. Yox, yaxşı qəşəng şəhərin çəkdi, ilarımın çıxdı gəldi. Ömür bu narahat olmurum. Hiç fərqi yoxdur. Əlbəttə narahat olur. Ona görə narahat oluruq ki, ona görə baxmırlar əskərə. Baxmırlar. Baxmırlar. Yan bir dəqiqə. Sən cavab sən götür danış, baxmırlar da. Tanım baxmırlar əskərə. Əskərlər biliyorsun çörək tanımırlar yeməyə. Üstü başlarına baxmırlar. Nə tər o xarici dövlətlərdə əskərə yaxşı baxırlar, bizdə baxmırlar. Niyə görə? Nə əsasında? Biliyorsun deyib filan kəs öldü. Zəng edirlər, gedir yoxlayır ki, harada olur. Nə tər ölüb cavab vermək istəmirlər. Müdafiə Nazirliyində cavab vermək istəmirlər. Onun da birini tutmuşlar da, deyir, əskərimizi tutublar da, düzdür. Gedir soruşanda cavab vermirlər ki, əskərimizi nə tutublar. Niyə görə tutublar? Nə tər olub əskər tutub? Nə tər olur ki, bizim əskər pilentür olan tutulur da bizim əskərimizi tuturlar ermənilər. Bizimkilər tuta bilməyir onları. Bütün çastlara gelin. O uşaqlardan niyə pul alırlar? Saldatdan niyə pul alırlar? Gedirsən bax uşağa göndərsən, hamısından pul alırlar. Hansı respublikada saldatdan pul alırlar? O yuxarıdan ministerstva, parlament var, ya parlament. Bax, hamısı günah olarlar. Onlar bilirlər onu. O işin hamısını eləyən olar. Allah'ımız haqqı. Heç nə. Özü də olmuşsunuz da? Bir probleminiz var? Yox. Harada çəkmişsiniz? Murovda. Orada heç bir probleminiz Yox, olmuyor. Deyəsən Murovdağ çox problemsiz bir yerdir. O problem değilmiş. İnsandır da, hər kəs müxtəlif düşünə bilər, müxtəlif görə Burada bir bilər. maraqlı qəşəng fikir səslədi. Mən onu çox diqqətimi çəkdi. Hamısı deyir günah parlamentdədir. Bəli. Çünki deyə bəzən elə yazanda o yaxşı. Bu bizim deyək ki, hər rayondan və yaxud həm Bakının rayonlarından, həm regionlarından deputatlar seçilir də, düzdürmü? Mən təklif eləyirəm yenə də ki, bizim analarımıza, bacılarımıza, qardaşlarımıza ki, bu deputatlardan gedib yapışmaq lazımdır ki, o məsələ ilə bağlı onlar, çünki millətin vəkili gedir də bunlar. Millətin vəkili gedir, yəni millətin ağası deyil ki bunlar, yəni kətxuda deyirlər də, bunlar millətin vəkilləridir. Parlament, o problemləri o məsələ ilə bağlı, yəni əl çatan, deyək ki, yerli cəmaatın, ola bilər bunun icra hakimiyyəti səsini eşitməz başqası, amma millətin vəkili, çünki bunu xalq seçibdir, düzdürmü? Və ünsiyyətdə gəlib olub da seçilməmişdən qabaq bir müddətlər, sonradan düzdür yoxa çıxsarlar, düzdür bunların yaxşıları da içində var ki, daimi yenə də xalqların ünsiyyətdədir. Mən təklif eləyirəm ki, yəni bizim o dostlar, kimlərin ki, qohumları əsgər müəyyən problemlərlə qarşılaşır, bu deputatların ünsiyyət, rahat vasitə saxlasınlar. Çünki bunlara da mən inanıram ki, bu, yəni belə millət vəkillərimiz var bizim ki, istəyərlər orada müzakirə qal. Çünki yəni millət vəkilinin işi nədir? Bu işlərdən məşğul olmaq. Yəni millətə vəkillik eləməkdir. Bəzən unuduruq biz problemlərə başqa. Buna axtarır bəlkə əlimiz heç olmasa 10 deputatdan 5 dənəsi heç olmasa yaxşı müsbət, yəni dərdimizə dəyər də bununla da bağlı. Çünki bunda bir dənə yaxşı mən bir həll edici variantı yaxşı fikir eşitdim oradan. Təşəkkürlər. Üzr istəyirəm.